Düzdür, Quranda ayə var. İnnəs-sələtə tənha anil fəhşai vəl münkər. Namaz insanı günahdan, fəsaddan saxlayır. Amma bu namazın minimum faydasıdır. Namazın axır məqsədi bu deyil ki, adamı günahdan saxlasın. Namazın axır məqsədi zikrullahul əkbərdir. Quran deyir ki, o Allahın ən böyük zikridir. Allahı yada salmaqdır. Namaz meyracdır, müminin meyracıdır. Namaz insanı ən uca zirvəyə çatdırır. Allahla görüş məqamına çatdırır. Amma Quranda buna da işarə edir. İnnəs-sələtə tənha anil fəhşai vəl münkər. Bəli, namazın ibtidai faydası insanı günahdan çəkindirməkdir. Namaz insanı ən uca zirvələrə qaldırır. Ayətullah Behçət deyirdi ki, bir insan ancaq və ancaq namazlarını hər gün, sübh, günorta, axşam vaxtında qılmağa diqqət edirsə, o hər yerə çatar, hər bir məqama çatar. Dedilər, diqqətlə qılmaq, dedi, xeyr, sadəcə vaxtında qılmağı davamlı eləsin, qalan şey düzələr, sonra diqqətli olar, hər şey olar.